Necə olur ki, Nəriman Axundzadə Avropa, hətta Amerika klubları tərəfindən də izlənərkən Qarabağda hər pis nəticənin məsuliyyətçisi olur. Futbol tarixində bu hekayəni ilk dəfə biz yaşamırıq. Futbolçunun klubdakı talehi bitmiş ola bilər və bəlkə Nəriman Axundzadə üçün başqa torpaqlarda yeni səhifə açmaq vaxtıdır. Yaxşı, bəs 21 yaşlı futbolçunun əsas problemi nədədir? Hücumun 3 bölgəsində də oynaya bilən Nərimanın kritik maçlarda konkret səhvləri göz önündədir. Hər kəsə qatılıram, lakin öncə statistikalara, ardınca əsas məsuliyyətin kimdə olduğuna baxaq. Bu mövsüm Çempionlar Liqasında Nərimanın 0.09 XG, yəni gol gözləntisi xalı toplayıb. Bu da həmən statistika ilə davam edərsə 11 oyuna 1 gol vuracaq deməkdir. Və Qarabağ bəlkə bu arenada 11 maça çıxma şansı belə görə bilməyəcək. Liqa maçlarında isə 0.09-un 13 qatı, 1.20 XG ilə oynayır Nəriman. Liqa və Çempionlar Liqasındakı assist və gol sayı göz önündədir. Burada əsas qərar verən şəxs Qurban Qurbanovdur. Amma göstəricilər onu deyir ki, Nəriman qitənin ən böyük turnirinə hələ ki hazır deyil. Avropada parlayan U21, yəni 21 yaş altı futbolçuları görəndə hamı Nərimandan bu performansı gözləyir. Yəqin o da komandaya artıq davamlı xeyir verməyi arzuluyur. Lakin futbolçu əgər bunu bacarmırsa, ona qaldıra bilməyəcəyi yük bəlkə də yüklənməməlidir. Əlbəttə ki, ölkənin ən böyük futbol adamı bizim bilmədiyimiz nüanslardan yola çıxa bilər. Yüksək ehtimal növbəti transfer pəncərəsində Nəriman artıq adı çəkilən klublardan birinə yollanacaq. İskandinaviya və Amerika klublarından ona zaten maraq var. Fikrimcə Nəriman Axundzadə kimi özünü sübut etmək istəyən və bu oyun profilində bir futbolçu Hollandiya və ya zənnimcə ən uyğun seçim Portuqaliya liqasına yollana bilər. Artıq Nəriman üçün Qarabağda güllər solandan sonra bağçada qalmağın heç bir mənası yoxdur.